Assalamu alaykum Farabi Tor dersxanasına hörmətli görmələrim, uşaqlarla xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizdən 44-cü dərsimiz. 44-cü dərsimiz PL söz türkümünün 2-ci bölümü. Ötən saatlik dərsimizdə PL-nin mənası, PL-nin qrammatikалық alaylığı, şundaqla PL-nin türlərini görüb çıxandıq. Bugünkü dərsimizdə bolsa yardımcı PL-lərdən bağlamçıların türləri və PL-lərin morfologik şəkilləri haqqında düşüncə verib ötümüz. Dersimizə başlaşdan burun ötən saatlik dərsimizin axır sorab ötən tövəndəki iki sualımızға qısqa cavab verib ötəylik. Birinci, PL degen nima? Bu sualın cavabı PL deganimiz şeylərinin hərəkətini bildirdiğin söz türkümü. Bu yerdəki hərəkət sözü kəng mənada qo'llanılgan qrammatikалық atalğı bo'lib, şeylərinin iş hərəkəti, halati, o'zgarishi, ifodasi, sezimi qatorliqlarning hammasini o'z ichiga oldi. İkinci, mustaqil PL degen nima? Mustaqil PL deganimiz öz aldığa cümle bölük bulup kelalaydigan PL'lar mustaqil PL'lar deyiladi. Endi bugungi darsimiz kelsak, bugungi darsimizda bağlamçılar ve ularning turlari haqida to'xtalib o'tamiz. Biz o'tgan soatlik darsimizda PL'larning cümle bölüki bo'lish bo'lamasligiga asosan mustaqil PL'lar ve yordamchi PL'lar deb ikkiga ayirgandik. Buning ichidan yordamchi PL'larni tus bağlamchilari ve bağlamçılar deb ikkiga ayirgandik. Ötken saatte tüs bağlamçılar hakkında toxtalib ötdük ve bugünkü saati bolsa bağlamçılar hakkında toxtalib ötümüz. Ondaqda bağlamçılar degen nima? Bağlamçılar turg'un so'zlarga ve PL'ning turg'un so'z shaklları qo'shilib, ularni PL xos grammatikalik kategoriyalar bilan bog'laydigan yordamchi PL'larni o'z ichiga oladi. Bu yerdagi turg'un so'zlar deganimizda PL'lardan boshqa so'z turkumlarini ko'rsatadi ve PL'ning turg'un so'z shakllari bo'lsa, PL'ning ismdosh, sifatdosh ve ravishdosh shaklarini o'z ichiga oladi. Bağlamçılar öz içidən roli və şəkli qarab, toluq bağlamçılar və toluqsuz bağlamçılar deyən iki türə ayrıldı. Bunun içindəki toluq bağlamçılarga bol, qıl, tur, kəl, hesapla, hesaplan, çıx, kör, çağla qatarlıq müşxil PL'lar toluq bağlamçılar kirdi. Toluqsuz bağlamçılar deganimizdə bir tutaş özək şəkli bolmağanlığı üçün bəziləri PL emas, bəlkə qoşumçulara oxşab ketidi. Bunu təfsili görüb çıxımız. Ondaqda toluq bağlamçılar degen nima? Toluq bağlamçılar birinchidan turg'un so'zlarga qo'shilib, ya'ni PL'dan boshqa so'z turkumlariga qo'shilib, ularning PL shaklini yasaydi va shu orqali ularni PLning hamma yoki birmuncha grammatikalik kategoriyalar bilan bog'lanish imkoniyatiga ega qiladi. Masalan, muallim bo'l, ya'ni muallim bo'l degan birikma bir jumlada kelgan vaqtda xabar rolida keldi. Chiroyli bo'l, besh bo'l, askar qil, yaxshi qil, beş qil degandek mushxil shaklga eklalaydigan bağlamçılar, to'liq bağlamçılar kirdi. İkinchidan PLning sifatdosh va ba'zi ismdosh shakllari bilan qo'shilib, PLning holliq o'zak shaklarini yasaydi va shu orqali ularni PLning boshqa grammatikalik kategoriyalar bilan bog'lanish imkoniyatiga ega qiladi. Masalan, yozgan bo'l, yozadigan bo'l, yozayotgan bo'l, yozmoqchi bo'l, yozgan qil, yozadigan qil, yozgandek bo'l, yozayotgandek qil, yozgudek bo'l, ya'ni bu yerda PLning sifatdosh va ba'zi ismdosh shakllar bilan qo'shilgan. Undaqda Uyg'ur tilidagi qaysi PLlar to'liq bog'lamchilar rolida kelalaydi? Uyg'ur tilida bo'l, qil, tur, kel, hesapla, hesaplan, chiq, ko'r, chaqla qatorliq PLlar belgilik sharoitda to'liq bog'lamchi rolda keladi. Bularning ichida bo'l bilan qil bu rolda eng ko'p qo'llanildi. Endi to'liqsiz bağlamçılar bilan tanışib chiqamiz. Undaqda to'liqsiz bağlamçılar degan nima? To'liqsiz bağlamçılar ma'lum bir o'zak asosida turlanmasdan, balki belgilik grammatikalik shaklda turaqlashib qolgan yordamchi PLlarni o'z ichiga oladi. Ularning bir tutash o'zak shakli bo'lmaganligi uchun ba'zilari PL emas, balki qo'shimchalarga o'xshab ketadi. To'liqsiz bağlamçılar birinchidan turg'un so'zlarga qo'shilib, ya'ni PLdan boshqa so'z turkumlariga qo'shilib, ularning har xil meyil, zaman ve şəxsga xos şəkillərini, oluşsuz şəkillərini və hökümlük isim şəkillərini yasaydı. Məsələn, oxuğucu mən, oxuğucu idim, oxuğucu sən, oxuğucu idin, egiz ikənsiz, yiraq imiş, az oxşaydı, işqiğu deyman, mən əməz, qiyin işgənlik qatarlıq müşxil şəkildəki birikmələrini yasaydı. İkinchidən, to'liqsiz bağlamçılar PLning birmuncha hal zaman şəkillərini yasashqa qatnashidi. Məsələn, yazgan mən, yazgan edim, yezib etken, yazattın, yazmoqchiman, yazmoqchidim, yazmoqchikan qatorliq PLning mushxil hal zaman shakllarni yasashga qatnashidi.
Endi toluqsuz bağlamçılarning turlarini ko'rib chiqamiz. Toluqsuz bağlamçılarni ularning grammatikalik roliga qarab, shaxslik hukm bağlamçıları va shaxssiz hukm bağlamçıları deb ikki turga ayiramiz. Buning ichida shaxslik hukm bağlamçıları degan vaqtda shaxs bilan bog'lanadi, shaxssiz hukm bağlamçıları degan vaqtda shaxs bilan bog'lanmaydi. Shaxslik hukm bağlamçılarga vasitasiz hukm bağlamçısı, vasitalik hukm bağlamçısı, anglatma hukm bağlamçısı, subyektiv mo'lchar hukm bağlamçısı, obyektiv mo'lchar hukm bağlamçısı qatorliq turlar kirdi. Buning ichidan shaxssiz hukm bağlamçısı bo'lsa, bo'lishsiz hukm bağlamçısı va ismdosh hukm bağlamçısı qatorliqlar kirdi. Endi biz bu bağlamçılar haqida tanishib chiqamiz va bu bağlamçılarning qanday qo'llanilishi haqida bo'lsa, keyingi bablarda tafsiliy tushuntirib o'tamiz. Birinchi vasitasiz hukm bağlamçısı bu bağlamçı zaman ve şəxs cəhətdən fərqlənib tövəndiki şəkillərdə kelidi. Vasitasiz hukm bağlamçısı şəxs boyunca birinci şəxs, ikinci şəxs və üçüncü şəxsə ayrıldı. Zaman boyunca bolsa, hazırki zaman və ötken zaman deb iki zamanga ayrıldı. Bularni təfsili görüb çıxsaq, birinci şəxs birlik türü və köplük türü boyunca ikiye ayrıldı. Və bu vasitasiz hukm bağlamçısının birinci şəxs birlik və köplük türünün hazırki zaman bağlamçısı bolsa, mən, biz, ötken zaman bağlamçısı bolsa, idim, iduq. Vasitasiz hukm bağlamçısının ikinci şəxs şəkli bolsa, birlik addi türü, birlik sipay türü, birlik hörmət türü və birlik köplük türü degəndək dörd türə ayrıldı. Və bularning bağlamçısı bolsa, hazırki zaman şəkildə sən, siz, la, sizler ve ötken zaman şekilde bolsa idin, idiniz, idiler, idinlar buludu. Vasitasiz hukm bağlamçısı üçüncü şəxs boyunca türlərə ayrılmaydı və hazırki zaman bağlamçısı bolsa dur, tur, ötken zaman bağlamçısı bolsa idi şəkildə kelidi. Bağlamçılarning içində ikinci vasitlik hukm bağlamçısı bu bağlamçı şəxs cəhətdən fərqlənib tövəndiki şəkillərdə kelidi. Yani vasitalik hukm bağlamçısı birinci şəxs, ikinci şəxs və üçüncü şəxs boyunca üç türə ayrıldı. Bunun içindən birinci şəxs birlik türü və köplük türü deb ikiye ayrıldı. Yani birlik türüge işkən mən, köplük türüge işkən biz. İkinci şəxs bolsa birlik addi türü, birlik sipay türü, birlik hörmət türü və köplük türü degəndək dörd türə ayrıldı. Bunun içindən birlik addi türüge işkən sən, birlik sipay türüge işkən siz, birlik hörmət türüge işkənlar ve köplük türü bolsa ikensizler, üçüncü şəxs türü bolsa heç qanday türə ayrılmaydı və ikən degan şəkildə kelidi. Əmdi bağlamçılardan üçüncüsü anlatma hukm bağlamçısı. Bu bağlamçı zaman və şəxs cəhətdən fərqlənib tövəndiki şəkillərə kelidi. Yəni anlatma hukm bağlamçısı şəxs və zaman cəhətdən türlərə ayrıldı. Anlatma hukm bağlamçısı şəxs cəhətdən oxşaşdı yenə birinci şəxs, ikinci şəxs və üçüncü şəxs degəndək üç şəxsə ayrıldı və zaman şekli boyunca hazırki zaman ve ötken zaman şekli boyunca türlərə ayrıldı. Birinci şəxsdə birlik türü və köplük türü deb iki türə ayrıldı və hazırki zaman bağlamçısı bolsa dekmən, imişmən, dekmiz, imişmiz. Ötken zaman şekli bolsa ikənmişmən, ikənmənmiş, ikənmişmiz, ikənmizmiş qatarlıq bu şəkillərdə kelidi. Anlatma hukm bağlamçısının ikinci şəxs şəkli birlik addi türü, birlik sipay türü, birlik hörmət türü və köplük türü degəndək dörd türə ayrıldı. Bunun içindən birlik addi türünün hazırki zaman şəkli bolsa, deksən, imişmən, ötken zaman şəkli bolsa, ikənmişsən, ikənsənmiş. İkinci şəxsinin birlik sipay türü hazırki zaman şəkli bolsa, deksiz, imişsiz, ötken zaman şəkli bolsa, ikənmişsiz, ikənsizmiş. İkinci şəxsinin birlik hörmət türü hazırki zaman şəkli bolsa, dekla, imişla, ötken zaman şekli bolsa, ikənmişla, ikənlamış. Anlatma hukm bağlamçısının ikinci şəxs köplük türünün hazırki zaman şekli bolsa, deksizlər, imişsizlər, ötken zaman şekli bolsa, ikənmişsizlər, ikənsizlərmiş. Əmdi anlatma hukm bağlamçısının üçüncü şəxs türü heç qandaq türlərə ayrılmaydı. Üçüncü şəxs türünün hazırki zaman şekli dek yoki imiş, ötken zaman şekli bolsa, ikənmiş şəkildə kelidi. Bağlamçılardan dördüncüsü subyektiv mo'lchar hukm bağlamçısı. Bu bağlamçı zaman ve şəxs cəhətdən fərqlənib tövəndiki şəkillərdə kelidi. Şəxs cəhətdən birinci şəxs, ikinci şəxs və üçüncü şəxs degəndək üç şəxsə ayrıldı. Zaman şəkli boyunca bolsa, hazırki zaman və ötken zaman şəkli boyunca türlərə ayrıldı. Subyektiv mo'lchar hukm bağlamçısı şəxs cəhətdən birinci, ikinci və üçüncü şəxsə ayrıldı. Bunun üçün birinci şəxs boyunca birlik türü və köplük türü degən iki türə ayrıldı.
Birinci şəxsnin birlik türü hazırkı zaman şekli bolsa, durmən yoki dimən. Ötken zaman şekli bolsa, bolğuydim, idimğu deymen şekli kelidi. Birinci şəxsnin köpük türü hazırkı zaman şekli bolsa, durmiz, dimiz. Ötken zaman şekli bolsa, bolğuyduk, idiqqu deymen degan şekilde kelidi. İkinci şəxsnin birlik addi türü hazırkı zaman şekli bolsa, dursan, disən şeklinde. Ötken zaman şekli bolsa, bolğuydum, idimğu deymen şekilde kelidi. İkinci şəxsnin birlik sifat türü hazırkı zaman şekli bolsa, dursiz, ötken zaman şekli bolsa, bolğuydunuz, idinizğu deymen degan şekilde kelidi. İkinci şəxsnin birlik hörmət türü hazırkı zaman şekli, durla yoki dila şekilde kelidi. Ötken zaman şekli bolsa, bolğuydilar, idilağu deymen degan bu şekilde kelidi. İkinci şəxs köpük türünün hazırkı zaman şekli, dursilar şeklinde ve ötken zaman şekli bolsa, bolğuydunlar, idinlarğu deymen degan şekilde kelidi. Subjekt mölçer hüküm bağlamcısının üçüncü şəxs türü heç qandaq türlərə ayrılmaydı və bu üçüncü şəxs türünün hazırkı zaman şekli dur yoki du, ötken zaman şekli bolsa, bolğuydu yoki idiğu deymen degan şekilde kelidi. Bağlamçılardan beşincisi obyektiv mölçer hüküm bağlamcısı. Bu bağlamcı şəxs cəhətdən fərqlənib tüvənlik şəkilləri kelidi. Yani obyektiv mölçer bağlamcısı faqatla şəxs türü boyunca türlərə ayrıldı. Birinci şəxs birlik türü ve köplük türü degəndək iki türə ayrıldı. İkinci şəxs bolsa birlik addi türü, birlik sifat türü, birlik hörmət türü ve köplük türü degəndək dörd türə ayrıldı. Üçüncü şəxs bolsa heç qandaq türlərə ayrılmaydı. Bunun içinden birinci şəxs birlik türünün şekilleri bolsa, oxşayman, bolsam gerek, çığınba şekilde kelidi. Birinci şəxsin köplük türü bolsa, oxşaymız, bolsaq gerek, çığımız var şekilde kelidi. İkinci şəxs birlik addi türü, oxşaysan, bolsa gerek, çığın var şekilde kelidi. İkinci şəxs birlik sifat türü bolsa, oxşaysız, bolsanız gerek, çığınız var şekilde kelidi. İkinci şəxs birlik hörmət türü, oxşayla, bolsa gerek, çığılları var şekilde kelidi. İkinci şəxs köplük türü bolsa, oxşaysızlar, bolsanlar gerek, çığınlar var degan şekilde kelidi. Üçüncü şəxs bolsa heç qandaq türlərə ayrılmaydı və üçüncü şəxs türü bolsa, oxşaydı, bolsa gerek, çığı var, çığı degan şekilde kelidi. Bağlamçılarının altıncısı bulutsuz hüküm bağlamcısı. Bu bağlamcı əməl şekilde kelidi. Yettincisi bolsa isimdaş hüküm bağlamcısı ve bu bağlamcı bolsa işkenlik şekilde kelidi. Əmdə fe'lning morfologik şəkilləri haqqında toxtalıb ötümüz. Undaqda fe'lning morfologik şəkilləri degəndə mən fe'lning morfologik şəkilləri deganimiz fe'lning türleniş yolu bilan, ya'ni qo'shimcha qo'shilish yoki yordamchi fe'llar bilan birikish orqali erishgan har xil grammatikalik shakllari nazarda tutildi. Uyg'ur tilidagi fe'llar morfologik shakllarga intayin boy bo'lgan bir so'z turkum bo'lib, turlanish yo'li bilan har xil shakllarga kirib, xilma-xil grammatikalik ma'nolarni bildirdi yoki turg'un so'zlar ixtiyoriga erishib, turg'un so'zlarga o'xshash qo'llanildi. Fe'lning morfologik shakllarini fe'lning xabar shakllari, fe'lning turg'un so'z shakllari va fe'lning o'zak shakllari degandek 3 tipga ayirishib bo'ladi. Bunun ichidan fe'lning xabar shakllarini ko'rib chiqsak, fe'lning xabar shakllari fe'lning jumlada xabar hosil qilib keladigan shakllarni o'z ichiga oladi. Fe'lning xabar shakllari meyl ve şəxs cəhətdən fərqlənib, meyl kateqoriyası bilan şəxs kateqoriyasını ifadelaydı. Bunlarning bir neçə xili yana hal zaman cəhəti fərqlənib, hal zaman kateqoriyasını ifadelaydı. Yəni fe'lning xabar şəkilləri meyl kateqoriyası, hal zaman kateqoriyası və şəxs kateqoriyası degəndək 3 türə ayrıldı. Bununla kel fe'li misal alsaq, meyl kateqoriyasida keldim, kelibdiman, kelibdudekman, kelgendiman, kelgen oxşayman, kelay, kelsem, kelsem iken, kelsem idim şekilde kelidi. Hal zaman kategorisi bolsa, keldim, kelgenmen, kelgen edim, kelimen, kelettim, kelivatman, kelivatatdım, kelmekçimen, kelmekçi idim şekilde boludu. Şəxs kategorisi bolsa, keldim, kelduk, keldin, keldiniz, keldiler, keldinlar, kelişdiler, kelişdin, keldi şekilde boludu. Biz bu kategoriyalar haqida keyingi soatlik darslarımızda təfsili toxtalıb ötümüz. Əmdə fe'lning turg'un so'z shakllari bilan qisqacha tanishib o'tamiz. Fe'lning turg'un so'z shakllari deganimizda fe'lning turg'un so'zlarga o'xshash qo'llaniladigan shakllarni o'z ichiga oladi. Ya'ni fe'ldan boshqa so'z turkumlariga o'xshash qo'llaniladigan shakllarni ko'rsatadi. Fe'lning turg'un so'z shakllari fe'lning sifatga o'xshash qo'llaniladigan sifatdosh shakllarini, revishga o'xshash qo'llaniladigan revishdosh shakllarini va
İsimga o'xshash qo'llaniladigan ismdar shakllarni o'z ichiga oladi. Bularni yoz fe'li orqali tuvandagi misollar bilan ko'rsatib o'tsak, sifatdor shakliga yozgan, yozadigan, yozar, yozayotgan shaklda keladi. Ismdor shaklda bo'lsa, yozmoq, yezish, yozg'u, yozganlik, yozadiganlik, yozayotganlik, yozg'uchi shaklda keladi. Ravishdor shaklda bo'lsa, yoza, yezib, yozg'ili, yozg'icha, yozg'och, yozg'ochqa, yozg'ansiri shaklda keladi. Maqsad fe'li shaklda bo'lsa, yozmoqchi degan shaklda keladi. Va biz bu fe'lning turg'un so'z shakllari haqida keyingi soatlik darslarimizda tafsiliy to'xtalib o'tamiz. Fe'lning morfologik shakllarining ichidan eng oxirgisi fe'lning o'zak shakllari. Undaqda fe'lning o'zak shakllari degan nima? Fe'lning o'zak shakllari deganimiz fe'lning xabar shakllari bilan turg'un so'z shakllariga o'rtaq asos bo'ladigan fe'l shaklarini o'z ichiga oladi va bularning turlari bo'lsa, daraja kategoriyasi, bo'lishliq bo'lishsizlik kategoriyasi, tus kategoriyasi va hol kategoriyasi qatorliqlarni o'z ichiga oladi. Bularga yoz fe'l orqali misollarni bersak, daraja kategoriyasiga yoz, yezil, yozdir, yezish qatorliq fe'lning asl darajasi, majhul darajasi, majburiy darajasi va ömlük darajasi qatorliqlar kiradi. Bo'lishliq va bo'lishsizlik kategoriyasiga bo'lsa, bo'lishliq shakli va bo'lishsizlik shakli kiradi. Tus kategoriyasiga bo'lsa, yoz fe'li orqali ko'rsatsak, yoz, yoziver, yeziver, yozala, yezivat, yezib qo'y, yezib bo'l, yezib baq, yezib ol, yezib ber, yezib tur, yezib yur, yezib o'ltir qatorliq mushkil misollarni ko'rsatamiz. Fe'llarning hol kategoriyasiga bo'lsa, yana o'xshashlar yoz fe'lini misolga olsak, yoz, yozadigan bo'l, yozgan bo'l, yozayotgan bo'l, yozmoqchi bo'l, yozg'idek bo'l, yozgan qil, yozadigan qil, yozgandek qil degandek mush misollarni ko'rsatamiz va bular haqida o'xshashlar keyingi soatlik darslarimizda tafsiliy to'xtalib o'tamiz. Bugungi darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan tuvandagi ikki savolimizni so'rab o'tamiz. Birinchi, Uyg'ur tilida qaysi fe'llar to'liq bog'lamchi rolda keladi? İkinci, fe'lning morfologik shakllarini qaysi turlarga bo'lishga bo'ladi? Bu savollarning javobini YouTube videomizning ostidagi inkas qismiga yoki Instagram hisobimizning DM qismidan uchur yozib avasanglar bo'ladi. Undaqda keyingi soatlik darsimizda ko'rishaylik. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh.